Azərbaycan xalqının təşəkkülü prosesində iştirak etmiş ən qədim tayfa birliklərindən biri Ağqoyunlulardır. Oğuz Türkman soyundan olan bu tayfanın Ağqoyunlu adlanması sırf türklərin İslama qədərki tarixi ilə bağlıdır. Bir sıra tədqiqatçılar Qaraqoyunlu və Ağqoyunlu adlarındakı qara və ağ sözlərini coğrafi cəhətdən əlaqələndirirlər. Ağqoyunluların əcdadları olan Hun türklərin Anadolunun cənubunda yerləşmiş boyları Ağqoyunlu, şimalında məskunlaşmış boyları isə Qaraqoyunlu adlanıblar. Ağqoyunlu tayfa birliyinin başında Bayandur tayfası dururdu və Ağqoyunlu hökmdarı adətən bu tayfadan olurdu. Tarixi Oğuznamələrdə verilən məlumata əsasən Oğuz tayfaları hər birində 12 tayfa olmaqla Bozoxlar və Üçoxlar qollarına bölünürdü. Üçoxlar qoluna Ağqoyunlu hakim sülaləsinin də məxsus olduğu Bayanduri tayfası başçılıq edirdi. Ağqoyunlu tayfa birliyinə Bayandurilərlə yanaşı Əfşar, Bayat, Qacar, Dügər, Çavundar, Mosulu, Çepni və digər Oğuz boyları da daxil idi. 16-cı əsr tarixçisi İbrahim Hərir Tarixi Humayuni adlı əsərində Ağqoyunlu tayfalarının ta qədimdən Anadoluda yaşadıqlarını və Səlcuq sultanlarının əmirlərindən olduqlarını bildirirlər. Ağqoyunlu tayfalarının mənşəyi ilə bağlı ən mühüm məlumatı Ağqoyunlu tarixçisi Əbubəkir Tehrani Kitab-ı Diyarbəkriyə əsərində verir. Müəllif Uzun Həsənin ulu babası Ağqoyunlu dövlətinin qurucusu olmuş Qara Yuluq Osmanı bir-bir adlarını saymaqla Bayandur xan vasitəsilə Oğuz xana qədər Ağqoyunluların Oğuz Türkman elinin Bayandur boyundan bir sülalə olduğunu göstərir. Mahmud Qaşqari adlarını bir-bir sadaladığı 24 Oğuz boyları içərisində Kınık və Qayıdan sonra Bayandur boyunun olduğunu qeyd edir. Görkəmli siyasi xadim, Azərbaycanın və yaxın şərqin zəngin dövlətçilik ənənəsinə yaxından bələd olan Həsən Bayandur xan milli mənəviyyata yüksək qiymət verən şəxsiyyətlərdən idi. 1423-cü ildə Ağqoyunlu Əli bəyin ailəsində dünyaya gələn hərbi istedadı və siyasi uzaqgörənliyi ilə qardaşları arasında fərqlənən Həsən Bayandur xan 1453-cü ildə Ağqoyunlu taxtına çıxdı. Məhz onun hakimiyyəti dövründə Dövləti Bayanduriyə adlanan Ağqoyunlu dövləti 15-ci əsrin 60-70-ci illərində dövrün ən qüdrətli imperiyalarından birinə çevrildi. Uca boyu və qamətinə görə Həsən Bayandur xana el arasında Uzun Həsən deyirdilər. Kiçik yaşlarından başlayaraq, həyatı daim mübarizə meydanında keçməsinə baxmayaraq Uzun Həsən milli mənəviyyata, elmə böyük qiymət verir. Dövrünün alimlərini, elm və din xadimlərini himayə edirdi. Hakimiyyətinin ilk günlərindən daxili çəkişmələrə son qoymağa çalışan Uzun Həsən mərkəzi Diyarbəkir şəhəri olan Ağqoyunlu bəyliyini daha da möhkəmləndirmək və bu dövlətin ərazisini Azərbaycanın mərkəzi əraziləri hesabına genişləndirmək üçün Qaraqoyunlulara qarşı mübarizəyə başladı. 1467-ci il noyabrın 11-də Çapaqcur yaxınlığında Səncək adlı yerdə Qaraqoyunlu Cahanşahla Həsən Bayandur xanın orduları üz-üzə gəldi. Döyüşdə üstün tərəf Ağqoyunlular oldu və Cahanşah öldürüldü. Cahanşahın oğlu Həsən Əli ordunu öz ətrafında birləşdirməyə nail olsa da 1468-ci ilin avqustunda Mərənd yaxınlığında Ağqoyunlularla döyüşdə məğlub oldu. 1468-ci ildə mərkəzi Təbriz şəhəri olan Azərbaycan Ağqoyunlu dövləti yarandı.
Həsən Bayandurxanın hakimiyyəti dövründə Ağqoyunlu dövlətinin tərkibinə Azərbaycanın Kür çayına qədər ki, bütün cənub torpaqları, Şərqi Anadolu, Əcəm İraqı, Ərəb İraqı, Fars və Xorasan sərhədlərinə qədər olan torpaqlar daxil idi. 1469-cu ilin əvvəllərində Uzun Həsən başlıca rəqibi Əbu Səidi məğlub edərək Teymurilərin Azərbaycan torpaqlarında yenidən möhkəmlənmək cəhdinin qarşısını aldı. Bu parlaq qələbə Uzun Həsənə Qaraqoyunlu İmperatorluğunun bütün torpaqlarını qazandırdı. Bununla da o, Xorasandan Dərbəndə qədər uzanan geniş bir imperatorluğun sahibi oldu. Bundan sonra mənbələrdə bu böyük hökmdarın adı Sultanül Adil Həsən xan kimi qeyd olunmağa başladı. Həsən Bayandurxan Azərbaycanda elmin, mədəniyyətin, təhsilin inkişafına xüsusi diqqət göstərmiş. Onun dövründə Təbriz Saray Kitabxanasının fəaliyyəti genişlənmiş və Təbriz Miniatür Məktəbinin əsası qoyulmuşdu. Xalqa qarşı daim mərhəmətli olmasına görə dövrünün bütün mənbələrində o, Adil Sultan adı ilə tanınmışdı. Türk tarixçisi Faruq Sümer qeyd edir ki, o döyüşlərdə və həyata keçirdiyi hərbi yürüşlər zamanı ələ keçirilən əsirləri sərbəst buraxırdı. Uzun Həsən yüksək milli şuura sahib olan bir hökmdar idi. Bu insanın xalqını sevməsi, onun dilinə, dininə, tarixi ənənələrinə dəyər verməsi, onun xalqına bağlı olmasından və güclü şəxsiyyət olmasından irəli gəlirdi. Uzun Həsən Bayandur boyunun tamğasını dövlətin rəsmi tamğası kimi qəbul etmiş və zərb etdiyi pullarına, rəsmi məktublarına, bayraqlarına onu vurdurmuşdu. Həsən Bayandurxanın hakimiyyəti dövründə Azərbaycan Ağqoyunlu dövləti ilə Avropa dövlətləri, xüsusən də Venesiya arasındakı iqtisadi və siyasi əlaqələr Təbriz şəhərinin daxili və xarici ticarətinin inkişafına böyük təsir göstərdi. Həmin dövrdə Azərbaycanın xarici ticarətinin əsasını xam ipək təşkil edirdi. Türk tarixçisi Hilal İnalcığın verdiyi məlumata görə Azərbaycandan Bursaya gələn ipək tacirləri arasında Azərbaycanlılar üstünlük təşkil edirdilər. Əksəriyyəti Təbriz, Şamaxı, Çuxursəd, Gilan və Şirvandan olan tacirlərlə yanaşı onlar arasında Şiraz, Qəzvin, İsfahan və Səbzəvardan olan tacirlər də vardı. Onların bəziləri Bursada yerləşir. Təbriz kimi Bursada tacirlərin və sərrafların qərargahına çevrilmişdi. Onlar İtalyanlarla əlaqə yaradaraq öz təmsilçilərini Balkan ölkələrinə və İtaliyaya yollayırdılar. Beləcə Uzun Həsənin Avropanın əksər ölkələri ilə sıx ticarət əlaqələri var idi. Ağqoyunluların ticarət əlaqələrinin genişlənməsi Hindistanda fəaliyyət göstərən Bəhməni xanədanlığı ilə əlaqələrin yaranmasına da səbəb oldu. Uzun Həsənin yaratmış olduğu Azərbaycan Ağqoyunlu dövləti türk siyasi, hərbi, maliyyə, sosial və mədəniyyət tarixində önəmli iz qoymaqla yanaşı, onların yaratmış olduqları memarlıq və sənət əsərləri Anadoludan Azərbaycana, İraqdan Xorasana qədər geniş bir ərazidə günümüzə qədər gəlib çatıb. Uzun Həsən həmçinin geniş ərazisi olan imperiyanı gücləndirmək üçün bəzi maliyyə və inzibati islahatlar həyata keçirməyə təşəbbüs göstərdi. Onun tərtib etdiyi qanunlar külliyyatı bu sahədə atılan ən önəmli addımlardan biri idi. Uzun Həsənin hakimiyyət başına gəldiyi illərdə şəhər əhalisi və kəndlilər üzərinə qoyulan vergi və mükəlləfiyyətlər çox ağır idi. Burada toplanan müxtəlif vergilərin miqdarı getdikcə artırdı. Bu nəinki geniş xalq kütlələrinin vəziyyətini ağırlaşdırır, hətta ölkənin gəlirlərinin azalmasına səbəb olur və onun iqtisadi əsasını zəiflədirdi. Həsən Bayandurxan vergi və mükəlləfiyyətlərin miqdarını müəyyənləşdirmək, zorakılığın qarşısını almaq, vergi toplayan məmurların xəyanətlərinə son qoymaq məqsədi ilə vergi işlərini nizama salan qanunnamə tərtib etdirdi. Bu qanunnamə 16-cı əsrin birinci yarısına kimi 1557-ci ildə Şah Təhmasib
yeni qanunnaməsini elan etməsinə qədər Azərbaycan Səfəvi dövlətində istifadə olundu. Ağqoyunlu Həsən Bayandurxanın yaratmış olduğu Azərbaycan Ağqoyunlu dövləti 15-ci əsrdə bölgənin ən böyük güclərindən birinə çevrildi. Həsən Bayandurxanın anası Sara Xatun da Ağqoyunlu dövlətinin möhkəmləndirilməsində, onun xarici siyasətinin müəyyənləşdirilməsində və həyata keçirilməsində mühüm rol oynayıb. O, oğlu Həsən xanın ən məsul diplomatik tapşırıqlarını qüsursuz həyata keçirib. Elə buna görə həmin dövrdə kiçik Ağqoyunlu dövləti Osmanlı və Qaraqoyunlu kimi iki qüvvətli rəqibi arasında müstəqilliyini qoruyub saxlaya bilmişdi. Sara Xatunun sarayda seçilmiş alimlərdən ibarət bir qrupu var idi. Bu, onun elmə və təhsilə böyük əhəmiyyət verdiyini göstərirdi. Eyni zamanda bütün diplomatik görüşlərdən öncə alimlərdən məsləhət alırdı. Həsən Bayandurxan xarici siyasətlə əlaqədar ən çətin məsələlərin həllini Sara Xatuna etibar edirdi. Sara Xatun sarayda və rəsmi qəbullarda Azərbaycan türkçəsində danışırdı. On 15-ci əsrin 70-ci illərinin əvvəllərində Qaraman böhranı Ağqoyunlu və Osmanlı dövlətləri arasında münasibətlərin gərginləşməsində, hərbi əməliyyata başlamağa qərar verilməsində Qərbi Avropa xristian dövlətlərinin rolu az olmadı. 1463-cü ildən Osmanlı dövləti ilə müharibə aparan Venesiya bütün diplomatik vasitələrdən istifadə edərək Ağqoyunlu dövlətinin iqtisadi və siyasi maraqlarını nəzərə alaraq Uzun Həsəni Sultan II. Mehmetə qarşı müharibəyə cəlb etməkdə Qərb dövlətlərinin məqsədi Fatih II. Mehmetin nəzər diqqətini Avropadan şərqə yönəltməklə onunla müharibədə düşmüş olduqları çətin vəziyyətdən xilas olmaq idi. Beləliklə, təəssüf ki, Avropa dövlətlərinin düşünmüş olduğu plan baş tutdu və Ağqoyunlu hökmdarı Uzun Həsəni Venesiyanın hərbi sahədəki müəyyən vədləri ilə Sultan II. Mehmedə Osmanlı dövlətinə qarşı müharibəyə cəlb etmək mümkün oldu. Osmanlı Ağqoyunlu dövlətinin müttəfiqi və Aralıq dənizi sahilində əlverişli strateji mövqeyə malik Qaraman əmirliyini aradan qaldırmaq istədikdə, Osmanlı İmperatoru II. Mehmetlə danışıqlar aparmaq üçün Sara Xatun göndərilmişdi. Sara Xatun Osmanlı İmperatoru II. Mehmetlə bağladığı Yassıçəmən müqaviləsi Ağqoyunluların dövlət müstəqilliyinin saxlanmasında böyük əhəmiyyətə malik idi. Sara Xatun yol boyu Sultanı Trabzonu fəth etmək fikrindən çəkindirməyə çalışdı. Diplomatik danışıqlar zamanı Sara Xatun və Sultan arasında belə dialoq oldu. Ay oğul, Trabzona görə bu qədər zəhmət çəkmə. Nə gərək var? Osmanlı ordusu çox çətin yollardan, meşələrdən keçməli olacaq. Yaxşı olar ki, sən buranı gəlinimə bağışla və geri qayıt. Ona cavab olaraq Sultan deyir: Ay ana, bu zəhmət din yolundadır. Zəfər üçün yola çıxmışıq. Əgər bunu etməsək, bizə qazi demək yalan olar. Təəssüf ki, Sara Xatunun səyləri heç bir nəticə vermədi. II. Mehmet üçün diplomatik danışıqların heç bir əhəmiyyəti yox idi və o, Trabzonu ələ keçirmək niyyətində idi. Çox keçmədən bu şəhər onun nəzarəti altına keçdi. Bunu eşidən Sara Xatun öz gəlininin, Bəspinə Xatunun Trabzonun taxtına varislik hüququnu irəli sürdü və Trabzon xəzinəsini Sultanla bölüşdürdükdən sonra Ağqoyunlu elçilərinin başında geri qayıtdı. Venesiya Respublikasının senatı da onun Ağqoyunlu sarayındakı nüfuzunu nəzərə alaraq bura göndərilən diplomatlarına tapşırdı ki, Sara Xatuna ehtiram göstərsinlər. Venesiyadan Azərbaycana göndərilən demək olar ki, bütün diplomatik sənədlərdə Sara Xatunun adı çəkilir. Ondan bəhs olunur. Azərbaycana göndərilən Avropa elçilərinə verilən məxfi məlumatlarda mütləq birinci Sara Xatunla görüşmək tapşırılırdı.
Həsən Bayandur xanın xarici ticarətə xüsusi önəm verməsi, onun ölkənin iqtisadi inkişafı üçün mühüm əmək sərf etdiyini göstərir. Lakin onun Otluqbeli döyüşlərində Osmanlı Sultanı II Mehmedə məğlub olması iri feodalların, xüsusən də köçəri hərbi əyanların mərkəzi hakimiyyətə qarşı mübarizəsinə səbəb oldu. Osmanlı dövləti ilə aparılmış ağır savaşlar ölkənin sosial-iqtisadi vəziyyətinin kəskinləşməsi, Ağqoyunlu dövlətinin zəifləməsinə səbəb oldu. ...1474-cü ildə Uzun Həsənin oğlu Uğurlu Məhəmmədin Şirazda atasına qarşı qiyam qaldırması, Təbrizdə olmuş Venesiya səfiri Ambrogio Contarininin verdiyi məlumatlar dövlətin daxili durumunun qeyri-sabit olmasını bir daha təsdiq edir. Ölkə daxilində siyasi sabitliyi bərpa edən Uzun Həsən 1474-1475-ci illərdə Gürcüstana yürüyüş edərək Tiflis daxil olmaqla Şərqi Gürcüstanı Ağqoyunlu dövlətinə birləşdirdi. Bu Ağqoyunlu dövlətinin xarici siyasət sahəsində demək olar ki, sonuncu uğuru oldu. 1478-ci ildə görkəmli siyasətçi, bacarıqlı dövlət xadimi və yenilməz sərkərdə olan Uzun Həsənin ölümü ilə Ağqoyunlu dövlətinin tənəzzülü daha da sürətləndi. 1478-1490-cı illərdə Sultan Yaqubun hakimiyyəti dövrü nisbi sakitlik şəraitində keçsə də Sultan Yaqubun ölümündən sonraki dövr Ağqoyunlu tarixində Bayanduri şahzadələrinin və ayrı-ayrı feodal qruplaşmalarının hakimiyyət uğrunda aramsız müharibələri ilə yadda qaldı. 1490-cı ildə hakimiyyətə Sultan Yaqubun kiçik oğlu Baysunqur gətirildi. 1491-ci ildə Sufi Xəlili məğlub edən Diyarbəkir hakimi Süleyman bəy Bican oğlu Baysunquru hakimiyyətdə saxlasa da, faktiki olaraq Ağqoyunlu dövlətinin idarə edilməsini öz əlinə aldı. 1492-ci ildə Ağqoyunlu əmirlərindən olan Əbih Sultan Bərdə yaxınlığında Baysunqurun qoşunlarını məğlub edərək Ağqoyunlu taxtına Uzun Həsənin nəvəsi Rüstəm Mirzəni çıxardı. 1497-ci ildə Ağqoyunlu taxtını ələ keçirmiş Uğurlu Məhəmmədin oğlu Gödək Əhmədin qısa müddətli hakimiyyəti dövründə əhalinin sosial-iqtisadi vəziyyətinin pisləşməsi və feodalların qiyamı nəticəsində Gödək Əhməd hakimiyyətdən salındı. 1497-1499-cu illərdə Ağqoyunlu taxtı uğrunda Bayanduri şahzadələri Əlvənd Mirzə ilə Murad Mirzə arasında gedən şiddətli mübarizə Ağqoyunlu dövlətinin iki hissəyə parçalanması ilə nəticələndi. Onlar arasında 1500-cü ildə bağlanmış Əpər sülhünə əsasən Azərbaycan Əlvənd Mirzəyə, Fars və Əcəm İraqı isə Murad Mirzəyə verildi. 1501 və 1503-cü illərdə iki hissəyə bölünmüş Ağqoyunlu dövlətini Səfəvilər dövləti əvəz etdi. Həsən Bayandur xan türk tarixində önəmli yer tutan böyük sərkərdələrdən idi. O, düşmənə vaxtında hücum etmək taktikasından istifadə edərək qələbəni öz xeyrinə təmin etməyi bacarırdı. Böyük əmək sərf etməsinə baxmayaraq, odlu silahları əldə etməsə də, seçmə süvari ordusu ilə Qaraqoyunlu və Teymuri qoşununu ağır məğlubiyyətə uğrada bildi. Uzun Həsən məhz bu hərbi uğurları ilə böyük sərkərdələr Çingiz və Əmir Teymur kimi Cahangirlər sırasında yer alır. Orta əsrlərdə Azərbaycanın mərkəzləşdirilmiş dövlətə çevrilməsi milli dövlətçilik tariximizdə olduqca əhəmiyyətli rol oynadı. Ağqoyunlu hökmdarı Həsən Bayandur xanın nəvəsi Şah İsmayılın dövründə paytaxtı Təbriz olan böyük Səfəvilər dövləti yarandı.
Orta əsrlər dövründə milli dövlətçilik tariximizdən xəbər verən Ağqoyunlu dövləti və onun hökmdarı Həsən Bayandur xan haqqında yubiley tədbirlərinin günümüzdə Heydər Əliyev mərkəzi tərəfindən dövlət səviyyəsində qeyd olunması bizə onu deməyə əsas verir ki, müstəqil dövlətçiliyimiz dünən olub, bugün var və sabah da olacaq.